Qatil balinalar, okeanın mafiyası və ali zəkası. Onlar əslində balina deyillər. Adlarının qatil balina olmasına baxmayaraq, bioloji olaraq dünyanın ən böyük delfin növüdürlər. Bədənləri böyük olsa da, sadəcə gücləri ilə yox, zəkaları ilə olanlar. Elə bu videoda olduğu kimi. Ətrafa yayılaraq buz parçalarını yoxlamaq üçün başlarını suyun üzərinə çıxarırlar. Bir suiti aşkar edildikdə kəşfiyyatçı balina toplaşma çağırışı ilə ailəni xəbərdar edir. Lakin belə böyük buz parçasının üzərində dincələn suitini tutmaq üçün ovçular taktika qurmalıdırlar. Və bu dəfə onlar suyun altında dalğa yaratmağı seçirlər. Bu dalğa buzu daha kiçik parçalara ayırır. Ancaq suitinin hələ də sığına biləcəyi bir buz hissəsi qalır. Və o, qarşıdan gələn hər hansısa dalğadan qoruna bilər. Bunu bilən dəstə rəhbəri ana balinanın əlavə bir planı var. Birgə və koordinasiyalı şəkildə hərəkət edərək, sürü suitinin altındakı buz platformasını daha açıq sulara doğru itələyir. Çox ağıllıdırlar, elə deyil? Və yenidən dalğa yaradaraq suitini suya salmağı bacarırlar. İndi ova daha yaxın olsalar da, zədə almaq təhlükəsi yaranır. Suiti ölçücə kiçik olmasına baxmayaraq kəskin dişlərə sahibdir. Və ana balina xəsarət almaqdan qaçınaraq yeni taktika sınayır. Qabarcıqlar üfürmək. Sadəcə olaraq heyrətamizdir. Bu yolla onlar getdikcə yorulan suitinin başını qarışdırıb, istiqaməti itirməsinə səbəb olurlar. Və balinalar son zərbəni vurmaq üçün yaxınlaşırlar. Dünyada yalnız 100-ə yaxın qatil balina ov edərkən bu texnikadan istifadə edir. Bu, yer kürəsinin ən sərt, donmuş yaşayış məskənində şikar tapmaq probleminin dahiyanə həll yoludur. Belə videoların davamı üçün Suda Quruda TV-yə abunə olub, videoları bəyənməyi unutmayın.